gözəl. hər hansı məsələn kostyumu tikəndə bu oğlan uşaqlar üçün. Məsələn, mən onu keçən il bir xarici vətəndaş vardı, bu Bakıda yaşayır, fəaliyyət göstərir. Mən onun evladı üçün kostyum sifariş vermişdim, mənə tikdim. Sonra o baxdan onun başına qoydum. O uşaq, biz Azərbaycanlı olmasa da, o dedi ki, o mənim yuxuda gördüyüm qəhrəmanların paltarı mənə qəlbi qismət oldu. O uşağı mən Instagram səhifəmə də qoymuşam. O qədər uşaq belə zövqlə. Arzularını gerçəkləşdirmişsiniz. Hə, ideallarımı deyil, yuxuda gördüyüm ideyalarımı deyil, gerçəkləşdirdim mən. Səmrə xanım, burada bir çox nümunələr var əslində, papaqlardan başqa. Yeri gəlmişkən, baxın, mənim əlimdə çox maraqlı bir qurama növü var. Bu yastıqda, amma üzərində qurama şəklində ətrafında görürsünüz ki, Azərbaycan bayrağı var. Burada isə bizim sülh rəmzi olan Vətən müharibəsində təbii ki, dəyərini, qiymətini daha çox anladığımız və artıq azad etdiyimiz doğma torpaqlarımızda yetişən xarı bülbül çiçəyi var ki, bunu da... O zəfər günümüzə həsr etmişəm mən o şeyi. Ən dəyərli əsərləriniz, sənət nümunələriniz içərisində bax, bu nümunələri göstərmək. İki nəvəm üçün, bir oğlan üçün, biri də qız üçün. Birini elə bir türk paltarı oğlan nəvəmə tikdim. Bir də qız nəvəmə də Azərbaycanın bayrağının rənglərinə uyğun libas tikdim. Və bizim hörmətli prezidentimiz Şəhidlər Xiyabanında çıxış eləyəndən sonra o uşaqlar çıxdı orada gözəl bir Əhməd Cavadın şeirini söylədilər. O qədər xoş gəldi hamıya ki, həm də ki, uşaqlar, böyüklər hiss elədik bu zəfər həqiqətən bizim zəhmətlə, əzəmətlə, bizim şəhidlərimizin, oğullarımızın o qəhrəmanlıq səllaməsi oldu. Şuşanın fəthi demək bütün elə bir ki, xalqımızın üzük qaşı kimi parlayan bir sənət nümunəsidir. Qarabağımızın işğaldan azad olunan bütün ərazilərimizin bizə qayıtması, eyni zamanda bax bu milli mənəvi dəyərlərimizin də bizə geriyə öz sahiblərinə qayıtmasıdır ki, bugün artıq orada xalçaçılıq da inkişaf eləyir, qurama sənəti də inkişaf eləyir. Mən kilimlərimizi görürəm, o çantada bizim itiməkdə olan kilimlərimizi müasir formada gənclərimizə, xanımlarımızı çanta olaraq təqdim etmişəm. O müxtəlif formada, kiçik, orta... Bu əsil kilimdir, hə? Bəli, əsil toxunmuş Azərbaycan milli kilimidir. Bu qələbəni biz qazanmışıq, öz gücümüz hesabına qazanmışıq, dəmir yumruğun hesabına qazanmışıq, torpağı canı qədər, anası qədər sevən oğullarımızın gücü ilə qazanmışıq və elə ona görə də bugün tam rahatlıqla, tam əminliklə doğma sakinləri o torpaqlara qayıdırlar, bayram tonqalları qalayacaqlar. Biz tez-tez köç xəbərləri veririk, böyük köç davam edir doğma Qarabağa. Yeri gəlmişkən Şuşada da bayramla bağlı çox gözəl tədbirlər gerçəkləşəcək. Sənət insanları orada tonqal ətrafına toplanacaqlar. Bayram bayrama qarışıb bir sözlə qələbəmizin 5-ci ilinə doğru gedirik. Və Səbirə xanım, burada kilimlər, xalçalar yer alıb. Hansı bölgələrə məxsusdur bu işləmələr, bu naxışlar? Baxın, buradakı göstərilir. Bu naxışlar, məsələn var ha. Bu elə bizim, məsələn, ümumiyyətlə milli naxışlarımız elədir ki, istər ölkəmizin cənubunda, istər şimalında bir-birlərinə bənzəyirlər. Ancaq məsələn, o naxış və yerdəki naxış var, o maşa deyirlər o naxışa. O bizim elə dağlıq xalçalarının, kilimlərində öz yerini vaxt görürsən, onun üstündə mən də gətirməmişəm başqa bir, məsələn, belə bir formada çanta. O çantada mən yenə də öz kilimlərimizin naxışlarını həkk eləmişəm onu. Orada qısa, kiçik bir kilimdir də bu. Bəli, bizim özümüzün toxuduğumuz, anamın məsələn toxuduğu bir kilimdir. Onlar bilsə necə olurdu? Böyük kilimlər toxunurdu. Az xırda parçalar, iplər qalanda, saplar qalanda boşa getməsin deyə. Ayaq altı, divan üstü, məsələn belə bir şeylər. Məsələn görürsən, orada mən döşəkçələr eləmişəm də, bu çantada mən onu başqa bir formada gözləyim. Quramaları elə düzmüşəm gül formasında, ulduz formasında. Necə ki, qurama sənəti yarandı, artıq qalan parçalardan, eləcə də artıq qalan saplardan, iplərdən bu kiçik filmlər. Burada olan bir çantada da mən formasını dəyişmişəm. Gözünüz bu çanta da 4 günc formadadır. Quramanın tam özü üzərində göstərən bir çantadır.
Bunun belə gəlir ki, hər bir gənc, hər bir məsələn xanım hansı Böyük məmnuniyyətlə, bəli, məsələn, daşıya qara bilərlər. libasla geyinsə, burada onun üzərində əl-əlvanlıq bir sima yaradacaq. Tamamilə doğrudur. Gözəl. Səbrə xanım, çox sağ olun ki, bu səhər gəldiniz. İnanın ki, o çərşənbəsi günündə danışdığınız istər adət-ənənələrimiz olsun, istər naxışların tarixi olsun. Bax, bunlar haqqında məlumatlarınız bizi yenə də bu bayrama bağlılığımızı, bu bayramın bizim üçün özəlliyini, dəyərliyini bir daha xatırlatdı. Bəli. Minnətdarıq sizə. Milli kimliyimizə xidmətdir bu, Bəli. sözün əsl mənasında və gözəldir və xüsusi məqamda odur ki, bax bu milli mənəvi dəyərlərimizi gənclərə aşılayırsınız. Çox sağ olun, buna görə təşəkkür edirik. Gəldiniz, bu günü bizimlə keçirdiniz, ovqatımıza ovqat qatdınız, Mən də minnətdarıq. sizə təşəkkür edirəm. Ümumiyyətlə, ana televiziyamız, mədəniyyətimizi həqiqətən də təmsil edən bir televiziyada mən çıxış etməyim üçün qürur hiss keçirirəm ki, bu cürə bir insanlarla mədəniyyətimizi, irsimizi qoruyan bir kanaldayam mən. Mən də sizə təşəkkür edirəm. Çox Siz sağ də olun. öz ənənənizi unutmayaraq hər dəfə məni dəvət edirsiniz. Çox minnətdaram Məmnuniyyətlə, sizə. hər zaman, hər zaman. Çox sağ olun bir daha. Xatırladaq ki, studiyamızın qonağı dekorativ tətbiqi sənət üzrə mütəxəssis, sənətkar Səbrə xanım Qarayeva bizimlə bərabər idi. Bir daha təşəkkür edirik. Çərşənbəniz mübarək olsun. Biz də davam edirik dostlar.